Mən Türkan Hüseyn, rejissor və ssenari müəllifi. Kapitan və Xəzər dənizi hibrid animasiya sənədli filmi 20 yanvar hadisələri barədə bəhs edir və həmin gün jurnalistlərin və gəmi kapitanlarının göstərdikləri qəhrəmanlıqdan bəhs edən bir filmdir. Film animasiya və arxiv materiallarının bir yerdə birləşməsindən yaranıb 40 dəqiqəlik filmdir. Animasiya olmasına baxmayaraq sənədlidir və bu bizdə Azərbaycanda çox az istifadə olunan bir janr və metoddur və ondan görə də biz bunu istifadə etmək istədik ki, həm vizual yeniliyi olsun, həm də ki, bilinən bir mövzuya yeni yanaşma olsun. Mən Goist festivalındaydım Almaniyada və orada bizim belə postsovet bir qrup yaranmışdı. Hamı bir-biri ilə danışırdı. Onda da Ukrayna-Rusiya müharibəsi təzə başlamışdı və hamı bu Sovetin təsirləri haqqında danışanda mən də 20 yanvar haqqında danışmağa başladım. Və bir dənə orada dostlaşdığım Ukraynalı rejissor Zoya mənə dedi ki, mən çox utandım. Çünki biz eyni taleyi yaşasaq da Sovetin təsirlərindən mən sizin haqqınızda heç nə bilmirəm və 20 yanvar haqqında heç kim bilmirdi. Mən onda anladım ki, biz öz hekayələrimizi danışa bilməmişik. Təbii ki, özümüzə danışmaq o ayrı məsələdir. Onsuz da biz bilirik, amma daha geniş auditoriya, dünya auditoriyasına çıxmamışıq və həmin anda mən anladım ki, mən 20 yanvar haqqında film eləmək istəyirəm və həmin anda elə bir ki, çox qəribə bir şəkildə həmin 2-3 dəqiqədə bu filmin ideyası mənim ağlıma gəldi. Bizim filmdə çəkiliş prosesi olmayıb. Nizami Abbasın şəxsi mənə verdiyi arxiv istifadə olunur və animasiya komandası ilə işləmişik. Və mən ilk dəfə idi animasiya ilə, mən ümumiyyətlə anlayışım yox idi, animasiya necə olur, necə yaranır. Və bu mənim üçün çox həyəcanlı bir proses idi. Çünki mən bilmədiyim bir işə risk eləmişdim. Və prosesin özündə mən öyrənirdim. Həm işi görürdük, həm də öyrənirdik və bir komanda işi olaraq bu proyekti Kapitan və Xəzər dənizinə ərsəyə gətirirdik. Mənim üçün bu proyektdə ən əziz olan məsələ buydu ki, bu həqiqətən bir komanda işidir. Yəni bizim komandadan bir nəfəri çıxarsaq, bu proyekt olmayacaqdı. Bir-birinə bağlı və ümumi bir komanda işinin ərsəyə gətirdiyi bir proyekt oldu və buna görə də bu proyekt mənim üçün daha belə xüsusi bir əziz oldu. Mən başlayanda əslində bir çox adam dedi ki, 20 yanvar haqqında kifayət qədər material və film var. Mənim üçün vacib olan yeni yanaşmaydı, animasiyaydı və hekayənin danışılmayan tərəflərini danışmaqdır, göstərilməyən tərəflərini göstərilməkdir. Mənim üçün sevindirici oldu ki, həm ölkə daxili, həm ölkə xaricində proyekt haqqında bilən, eşidən və görən hər kəsin çox müsbət rəyləri oldu. Çətin olan isə yəqin ki, mənim üçün, mən filmin montajyoru da mən idim və bəzi səhnələr o qədər ağır idi ki, mən həqiqətən onları montaj eləyəndə əziyyət çəkirdim və hətta yadımdadır ki, səsləndirəndə bizim filmin səs aktyorlarından biri Orxan İskəndərli, orada bir səhnə var. Baxdı ona, dedi ki, yox, mən bir dənə siqaret çəkim, sonra qayıdım, çünki belə eləyə bilməyəcəm. Çünki çox ağır idi baxmaq. Yəqin ki, ən çətini o montaj prosesi və o iş prosesində dəfələrlə o insanların o verdiyi qurbanları və çəkdiyi əziyyətlərə dəfələrlə təkrar baxmaq idi. Orada filmdə bir səhnə var, amma o səhnə mənim üçün çox belə deyim, mübahisəli səhnədir. Çünki bəzi insanlar deyirlər ki, çox ağırdır, bunu çıxart, baxa bilməyəcəklər. Hətta bəzilər dedi ki, yəni mənim rəfiqəm baxdı, dedi ki, yox, mən baxa bilmədim, zorla baxdım o səhnəyə. Çünki kadrın içində bir insan kadrda ola-ola rəhmətə gedir və mənə elə gəlir ki, mən çıxartmadım, bəlkə də səhv eləmişəm, ya düz eləmişəm, onu bilmirəm. Amma mən istədim ki, bəzən biz anlayırıq ki, kimsə rəhmətə gedib, kimsə özünü qurban verib, kimsə ölkəsi üçün özünü qurban verib. Onu biz söz olaraq eşidirik. Amma o prosesin özünü görəndə insanın verdiyi qurbanın böyüklüyünü daha çox anlayırsan və mənim üçün nə qədər çətin olsa da mən o səhnəni filmdə saxladım. Mənə görə tamaşaçının bir rejissora və filmin komandasına eləyə biləcəyi ən böyük hörmət filmə baxmaqdır. Çünki sən bir filmə baxanda o filmə bir zaman ayırırsan, 40 dəqiqə, 1 saat, 30 saat və bu zaman sənin həyatından gedir və heç vaxt qayıtmır. Məncə bir tamaşaçının gəlib filmə baxmağı zaten onun bir əsərə göstərə biləcəyi ən böyük hörmətdir. Film Kino Agentliyinin keçirdiyi pitchingdə dəstək qazanmışdı.
Bundan əlavə də filmə dəstək İctimai Televiziya göstərmişdi və müstəqil prodüser Kənan Kazımoğlu bundan əvvəl Çexiyada yaşayan o dəstək göstərmişdi və bu dəstəklər olmasa təbii ki, bu film ərsəyə gəlməzdi. Çünki animasiyanı sıfır dəstəksiz və yəni bilirsiniz, bəzən müəllif kinosunu biz kamera ilə götürüb sənədli film çəkmək olar, amma bu elə bir proses deyildi və bu dəstəklər olmasaydı bu film ərsəyə gəlməyəcəkdi. Ona görə də ümumiyyətlə film prosesində, film inkişafında bütün dəstəklərin ən balacadan ən böyüyə qədər çox böyük bir əhəmiyyəti var kinonun inkişafında.